Salam əziz dostlar və dəyərli izləyicilər, qısa bir video çəkirəm və bu videoda mən əslində nəyi sübut etmək istəyirəm? Strategiya və sinonim məsələsi. Bəzən tələbələrin dediyi bir cümlə var ki, söz ehtiyatı nə işə yarayır? Söz ehtiyatı çox işə yarayır. 50% burada sözdürsə, 30% strategiyadırsa, 20% sizin diqqətiniz lazımdır. Burada bunun yerinə avtomatik olaraq sizə hazır şəkildə göstərirəm. Əslində çox rahat bir yerdədir. Məsələn, bu sualı tələbələrin bəziləri ümumiyyətlə bu hissəni görə bilmədiklərinə görə avtomatik olaraq not given verirlər ki, nəsə təsdiqlənmir, ümumiyyətlə onun yarı hissəsi var, yarı hissəsi yoxdur və s. və axır. Amma burada hər şey 6 ay təxminən hamısı burada var. Amma burada belə bir söz var. Bu sözün mənası oruç tutmaq və yaxud da müəyyən müddətə az qalmaq mənasını verən bir ifadə olduğuna görə eyni ekvivalent olaraq bu ifadənin sinonimini təşkil edir. Yəni bu nə deməkdir? Əslində biz strategiya ilə bunun yerini tapırıq və hər şeyin orada olduğunu görürük. Əslində cavab necə deyərlər? Rahat görünür. Sadəcə bəzən strategiya nə qədər güclü olsa belə söz ehtiyacınızın olmaması sizə problem yarada bilər. Ona görə də nə etmək lazımdır? Çoxlu söz və strategiya öyrənmək lazımdır ki, readingdən yüksək bal yığa biləsiniz.